İslamın tarixini ağıl neməti ilə inkar edirlər. Amma küfrün tarixini ağıl nemətinə inkar edə bilmirlər, onu qəbul edirlər. 2000 illik Bizans imperiyasının tarixini, sərkərdələrini, savaşlarını, hadisələrini, onların o bölünmələrini, ixtilaflarını və s. hamısını qəbul edirlər. Tarixi hadisələr kimi oxuyub onu qəbul edirlər. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin 2 əsr sonra yaşamış olan alimlərin o tədvin dönəmində hədisləri toplayıb kitab halına gətirməsini qəbul edə bilmirlər. Amma 2000 öncə yaşamış o tarixi hadisələri qəbul edirlər. Hansı ki, Bizans dağılıb, tam dağıldı 1451-ci ildə və 2000-likdə bir tarixi var, düşünün yəni. Miladi təqvimdən sonraki tarixə qədər gedib çıxılır olan tarixi. Həmçinin daha öncəki yaşamış dövrlərdəki bəlli o əsrlərdə keçən dövrlər var da, tarixi hadisələr var. Onları qəbul edirlər. Amma İslam tarixinə gələndə, İslam tarixini qəbul etməmək üçün əllərindən gələn edirlər. Bu nədir, qardaşlar? Yəni, bu, həmin insanların zehinlərinin, qəlblərinin küfrə daha yatqın, açıq olduğunun, İslamdan da nə qədər uzaq olduğunun göstəricisidir.